Tükənmişlik sindromu ilə Türkiyəni tərk edən Məryəm Üzəllinin həyatında artıq hər şey qaydasındadır. Bir çox film təklifləri alan aktrisa başqa bir sahədə özünü sınanmaq qərarına gəlib, öz təbii gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan Məryəm Üzəlli bundan sonra xanımlara gözəllik necə qorunmalı mövzusunda məsləhətlər verəcək. Ben Alexandra Larosa. Osmanlı sarayına satılmış rutenyalı köle. Möhtəşəm Yüzyıl serialından Hürrem Sultan rolu ilə tanınan Almaniyalı aktrisa Məryəm Üzərli öz adını daşıyan kosmetik marka yaradıb. Bay Məryəm adlı markanın dodaq boyası, əlli, kirşan və s. kimi kosmetik məhsulları istehsal olunacaq. Məryəm Üzərli artıq bir ildir ki, ögey qardaşı ilə birlikdə həmin firmanın gözəllik vasitələri üzərində çalışdığını deyib. Aktrisa məhsulları gələn ildən satışa çıxarmağı planlaşdırır.